Azərbaycan-Qırğızstan əlaqələrində yeni mərhələ, tarixi, mədəni və siyasi bağlar üzərində qurulan münasibətlər artıq müttəfiqlik səviyyəsinə yüksəlib. Bu təkcə iki ölkə arasında əməkdaşlığın genişlənməsi deyil, həm də dəyişən regional reallıqlar fonunda Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlıq siyasətinin növbəti göstəricisidir. Bakı-Bişkek münasibətlərində yeni dövrün mahiyyəti Rüstəm Mikayılzadənin sujetində. Strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksələn münasibətlər. Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanması Bakı-Bişkek xəttində yeni dövrün başlanğıcı hesab olunur. Sənəd iki ölkə arasında siyasi etimadın, qarşılıqlı hörmətin və uzunmüddətli əməkdaşlıq iradəsinin hüquqi əsaslarını daha da möhkəmləndirir. Xarici siyasətdə qarşılıqlı fəaliyyətin gücləndirilməsi sənədin vacib istiqamətlərindən biridir. Azərbaycan və Qırğızistan ümumi maraq doğuran beynəlxalq məsələlər üzrə məsləhətləşmələr aparmaqla beynəlxalq və regional təşkilatlarda qarşılıqlı dəstəyi daha da inkişaf etdirə bilərlər. Eyni zamanda digər sahələrdə də əməkdaşlığın gücləndirilməsi hədəflənir. Bu, yalnız iki dövlətin əlaqələrinin yeni mərhələyə yüksəldilməsi deyil, həm də Cənubi Qafqazla Mərkəzi Asiya arasında strateji əməkdaşlığın daha da möhkəmləndirilməsinə töhfə verir. Orta dəhlizin vacib segmenti kimi məhz Çin və Qırğızistan arasında şəkillənən dəmir yolu nəzərə alsaq, eyni zamanda Azərbaycanın Orta Asiyanın, Mərkəzi Asiyanın artıq Avropaya qapısına çevrildiyini nəzərə alsaq, təbii ki, bu müttəfiqliklər bütövlükdə iki ölkə arasında əlaqə kimi yox, regionlar arası və hətta qitələr arası münasibətlərin qurulmasında, ticari əlaqələrin inkişafında, nəqliyyat xabına bütövlükdə bu bölgənin çevrilməsində mühüm əhəmiyyətə malikdir. Azərbaycanın fəal və çoxşaxəli siyasəti Mərkəzi Asiya dövlətləri ilə bir çox sahədə əlaqələrin genişlənməsinə gətirib çıxarır. Hazırda Mərkəzi Asiya inkişaf cəhətdən perspektivli region hesab olunur. Bu siyasət həm də yeni iqtisadi və investisiya imkanlarının yaranması, nəqliyyat logistika əlaqələrinin genişlənməsi, xalqlar arasında tarixi və mədəni bağların möhkəmlənməsinə töhfə verəcək.